Bütün uğurlu insanların ortaq bir nöqtəsi var imiş əslində. Yəni uzun illər mən də bunu bilmirdim. Təbii ki, bu video hər hansı bir uğur hekayəsi falan deyil. Tamamilə elmi olaraq açıqlanan və təsdiqlənən bir videodur. Buna riyaziyyatda məşhur olan böyük rəqəmlər teoriyasına baxmalıyıq. Böyük rəqəmlər teoriyası nədir? Bunu ən rahat göstərməyin yolu zər nümunəsidir. Bura bir dənə zər qoyarsan da. Belə qəşəng. Böyük rəqəmlər teoriyası nədir? Məsələn, düşünün ki, siz zər atırsınız və zərin 3 gəlmə ehtimalı 6-da 1-ə bərabərdir. Amma siz bunu 1000 dəfə təkrarladığınız zaman bu ədədi orta olaraq 3.2-yə gəlib çıxır. Yəni bir şeyi nə qədər çox təkrarlayarsınızsa, bu eyni şeyi göstərir. Məsələn, bunun ən ideal nümunələrindən birisi Thomas Edisonun lampanı kəşf etməsini deyə bilərik. Deyə biləcəksiniz ki, nə əlaqə? Məsəl üçün, Thomas Edison lampanı kəşf etmək üçün və orada işığa dayanıqlı olan fermenti tapmaq üçün 3000-ə yaxın cəhd edib. Yəni bu 20-ci, 10-cu, 5-ci cəhdə dayansaydı batardı. Və yaxud da Dyson süpürgələri. Dyson süpürgələrinin yaradıcısı Mr. Dyson o süpürgələri kəşf edənə qədər və ən ideal forma gətirənə qədər 1700-dən çox cəhd edibdi. Və yaxud da Elon Musk'ın SpaceX-i yaratması. Yəni SpaceX yaradana qədər neçə raketi məhv etdiyini özünüz bilərsiniz yəqin ki. Eyni zamanda bunun başqa bir nümunəsi olaraq futboldan getsək nümunə olaraq Messi dünya çempionatını qazanmaq üçün 4 dəfə qatılıb və sadəcə 5-incisində qazana bildi dünya çempionatını. Yəni burada nümunə nəyə gəlib çıxır? Əgər siz bir şeyi davamlı olaraq etdiyiniz zaman onun qazanma və orada uğurlu olma ehtimalınız çoxdur. Məsələn, mən hal-hazırda sizə bir video paylaşıram. Bu videonu 5 il ərzində davamlı olaraq paylaşsam, uğurlu olma ehtimalım yəqin ki, çox yüksək olacaq. Və buna bənzər 10.000 saat qaydası var. Əgər bu videonu bəyənsəniz və 10.000 saat videosunu bilmək istəsəniz, 10.000 saat qaydası olan videonu da sizinlə paylaşaram. Əgər paylaşmağımı istəyirsinizsə, şərhə 10.000 saat yazmağınızı sizdən gözləyirəm. Bu tərz videoların daha çox gəlməsi üçün bəyənib şərh bildirməyi unutmayın. Daha çox video üçün izləmədə qalın. Görürsən, 5 il bu videonu çəkə biləcəm mən. Həqiqətən maraqlı кейsdir. 5 il çəkə bilsəm, oğulam da.